Salamlar. Xanımlar, bugün mən sizlər üçün hər gün etdiyim üz masajımın bir hissəsini paylaşmaq istəyirəm. Deməli, hər gün mütləq şəklində mən səhər oyanıb üzümü yuyub və üz masajı edirəm. Yay vaxtı daha çox mən su ilə masaj edirəm. Üzümü yuduqda həmin anda masajı edirəm və masajdan sonra əlbəttə ki, üz gimnastikasını edirəm. Amma bugün mən sizlər üçün yalnız üz masajını paylaşıram. Və xanımlar, masaj edərkən bir məqama da toxunmaq istəyirəm. Nədənsə xanımlar düşünür ki, üz masajı, üz gimnastikasını saxladıqdan sonra yəni nəticə qalmaya bilər. Əlbəttə ki, nəticə qalacaq. Bir neçə ay ərzində siz nəticəni görəcəksiniz. Amma bir neçə aydan sonra əlbəttə ki, sizin dəriniz, sizin üzünüz yenə qulluq istəyəcək. Ona görə siz üz masajı, üz gimnastikasını mütəmadi etməlisiniz ki, siz onun nəticəsini görəsiniz və nəticəsi hər zaman qalsın deyə. Məsələn, siz hər hansı bir kosmetoloji prosedur edərkən siz ondan ömürlük bir nəticə gözləmirsiniz əlbəttə ki. Eyni şəkildə də üz masajı və üz gimnastikası mütəmadi olaraq üzünüzə üz masajı, üz gimnastikası etdiyinizdə əlbəttə ki, nəticədə qalacaq.